Şaban ayına da Peygamberimiz sallallahu aleyhi ve sellemin ayı deyiblər. Neden bu ay bu kadar değerlidir? Bakın o mevzudan keçək bu mevzuya. Bəli, əslində bir gözəl bir körpüsü də var burada. 3 ayların ikincisini yaşayırıq. Bəli. Bayaq söylədiniz, artıq ayın 6'sındayıq. Yəni çok kısa zaman içerisinde bizi bir rəhmət ayına götürəcək. İnşallah. Biz hazırlıklarımızı görək. Necə ki bu bahara hazırlıklar olduğu kimi ve Kur'an'ın baharı sayılan Ramazan ayına da bir mənəvi səfərimizi düzgün quraq. Məsələn, həftənin 1-ci, 4-cü günləri oruçlarımız var. Mütləq onu tutaq. Necə ki Ramazan ayında gündə cüzlər oxuyurduqsa, artıq Kur'anlarımızdan həftədə bir dəfə cüzümüzü oxuyaq. Yəni bu bizim həyatımızın olmazsa olmazları olsun. Anlayarak oxuyaq. Təbii hər gün bir aya oxuyaq. O Həzrət Ömərdən bir şey gəlir, deyir ki, az hədis bilirmiş. Birdən söylürlər, deyirlər, sən niyə hədisi az bilirsən? Əslində hamısı eşidib hədisləri. Ancaq deyir ki, mənim bildiyim hədis yaşadığım hədisdir. Yaşamadan onu bilirəm, söyləmərəm. Yəni fərqlik buradadır. Adam var bədahətən 1000 hədis söyləsin, amma bir hədisin əmrini yerinə yetirməsin ki, Allah qorusun. Belə bir bilgi quru bilgidir. Bunun nə özünə faydası var, nə də başqasına faydası var. Limə taquluna ma la tefalun. Qurban olduğumuz kitab deyir ki, etmədiyiniz şeyləri niyə deyirsiniz? Bəli, Şaban ayının içərisində bir bərat gecəsi də var. 15-ci gecəyə, o gecənin bağrından təbii ki, axirətin sabahına bir yol da var. Bu gecələr əslində bizi Qədir gecəsinə götürəcək. Gecələrimizi də doğru yaşamağı bizə öyrədəcək. Sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın en çok oruç tuttuğu Ramazandan sonra Şaban ayını biz görürük. Bəzən də bu aylarda orucu kəsərmiş. Bir fərz olmadığını əməlləriyle ifade edermişler. Allah Resulü Aleyhisselatü Vesselam'ın bir gayesi var. Sevgi. Rəhmət Peyğəmbəri. Şəfqət Peyğəmbəri. Onun yanaşması 18.000 alem deyilir. Əslində 18.000 alemdən daha çok alem var. Ama bütün bu alemlere o rəhmət olarak inib. Rəhmət Peyğəmbəridir. Allah'ın 100 deyir rəhməti var. Onun 99'unu özünde saklayıp. Sadece bir rəhmət dünyamıza inib. Kur'an-ı Kerim söylüyor ki, sizin dualarınızı ərşə salih əməlləriniz kaldırır. Yani biz ne kadar dua etsək belə, gece günü zikirlər etsək, onun ərş katında, hak katında qabulu üçün salih əməl lazımdır. Salih əməl olmayan da, əslində əməllərimiz bizim imzamızdır. Karakterimizin imzasıdır. Bizim kimlik imzamızdır. O əməlləri Allah görür. Ne iş gördüğümüzü, hansı niyette ettiğimizi Allah bilir. Yani bu bakımdan bize fəzilətli əməlləri yerinə yetirmək, özellikle Kur'an-ı Kerim'in o sonsuz gözəlliklərinə, o Kur'an ölkəsinin o 114 şəhərinə Şaban ayında ziyaret etmək, ziyaret üstü ziyaret etmək. Yeniden gəlin bir Yasinimizi oxuyaq. Biz Yasinimizi biz öləndən sonra bizim üzerimizde oxumasınlar. Diriyken oxuyaq, Yasindəki ey insan həqiqətini özümüz anlamağa çalışaq. Müzəmmil surəsini biz kəfənə bürünəndən sonra ya eyyuhəl müzəmmil deyə üzerimizdə oxunmasın. Gəlin müzəmmilimizi özümüz oxuyaq. Oxuyaq ki, dirilək. Elə oxuyaq ki, ayılaq. Elə oxuyaq ki, bir-birimizə qardaş olaq. Ve elə oxuyaq ki, biz dünyamızı dəyişəndə, bizim üzerimizde onu oxuyanda, yani onun doğrudan da bizim artık bedenimizden ruhumuzun aralandığı həmin o zamanda ruhumuza faydası olsun. Bəli, faydası olsun ki, Allah bize 44 günde bunu gösterdi. Millet bir oldu. Halk, devlet, millet birliği, ordu birliği 28 illik küfür yerle yeksan elədi. Budur birlik. İllerden beri minber başında olan, mikrofon elinde olan, qeyrətli yazarlarımızdan, xətiblərimizdən, vaizlərimizə qədər herkesin haykırdığı bir həqiqətidir, birlik. O birliğe 44 gündən daha çok bugün möhtacıq. Unutmayaq onu. Bugün sağa sola çeken insanlarımız çəkməyək. Allah rızasına. Parçalanmayaq. Biz
bu milletin, ailenin evlatlarıyıq. Bir-birimizdən dil tapaq. Bir-birimizdən yön tapaq. Yanlış yolda olan insanlara ictimai qınağımız olsun. Gerçəkdən bu aktiv olmalıdır. Millət millətdir. Milletin değeri var. Milletin bir duruşu var. Allah katında değeri var. Millet ucadır. Millet böyüdür. Milletin mənəvi değerleri gerçekten çok alidir. Allah milletlə toplu duaları kabul eder. Təsəvvür edirsiniz məsələn bir sübh namazında Azərbaycan xalqı 10 milyonluq bir xalqın məsələn 5-6 milyonu namaza durur. Məsələn körpələr, uşaqlarımızı bir xarici qoyaq. Bütün evlərimizin içərisində bir işıq var. Kainatla bir rabitə var. Allah katında Azərbaycan deyilən bir millətdən ən çox duanın gəldiyi bir millət, Rəbbimizin rəhmət dəftərində adımız var. O vardı diye biz torpaqlarımızı geri alabildik ağa müəllim. Yox idi diye elden vermiştik. O viran qalmış o şəhərlərimiz, kəndlərimiz. Nədən məscidlərimizin qapıları bağlı qalmışdı axı. Bugün həmin məscidlərin qapılarına böyük ehtiyac var. Bugün oralar minalanıb, amma insanlar ona baxmayaraq üst tutur o yerlərə. Ciddi neçəsi də şəhid oldular. Şəhid oldular. Həmd olsun Allaha ki, şükürlər olsun. Rəbbimiz bizə bu nemətləri nəsib eləyib. Ramazan ayımızı gələn il Allahın izni ilə fərqli şəkildə yaşayacağıq. O günü qar yağırdı, Şişanın məscidindən əzan verilir, ilahi. O qarların, qulaqların yenə qədər əzan səsinə biganə qalmışdı. Nələr oldu, nələr keçdi, həmd olsun, şükürlər olsun. Allah xalqımızı, dövlətimizi, millətimizi hifz eləsin, qorusun. Amin. Şaban ayının bu sonsuz hikmətlərini bizə gözəlliklə yaşatsın. Amin. El-elə, könül-könülə içimizi təmizləyək. Bütün nifrəti, kini bir tərəfə qoyaq. Yəni, gözəl dinimiz var. Həbbibu və lə tunəffiru. Deyir, sevdirin, nifrət elətdirməyin. Gəlin, biz dinimizi sevdirməyə çalışaq. Bir-birimizi sevək, bir-birimizə can deyək. Bir-birimizə çor deməyək. Çor deyənin nəfi nədir dünyada? Deyir, azad könül yıxar, pərişan edər. Dədər Əskər söylüyor. Yəni, gəlin dilimizi gözəl şeylərlə zənginləşdirək. Qəlbimizi gözəlliklərlə zənginləşdirək ki, Allah bizə o rəhmətini endirsin.